Sizdən xahiş edirik ki, YouTube və TikTok kanalımızı dəstək olun. Dəstəyiniz üçün minnətdarıq. Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland Krallığı üzrə koordinatoru Elxan Mirhəşimli Şuranın fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu diaspor siyasətinin mühüm nəticəsidir ki, Azərbaycan dövləti ilə xaricdə yaşayan soydaşlarımız arasında, eləcə də icmalar daxilində əlaqələr daha da intensivləşib. Koordinasiyalı fəaliyyət geniş vüsət alıb. Komitə sədri bu sözləri Azərbaycan icması ilə görüşdə səsləndirib. Toplantıda dövlət başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub. Diasporla iş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr barədə geniş məlumat çatdırılıb. Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə son illər Azərbaycan diasporunun siyasi fəallığının və nüfuzunun daha da artdığını dilə gətirib. Ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında soydaşlarımızın xüsusi rolunu vurğulayıb. Daha sonra Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, perspektivə dair təkliflər səsləndirilib, gələcək fəaliyyət istiqamətləri müzakirə olunub, icma üzvlərinin suallarına cavab verilib. Soydaşlarımız koordinasiyalı fəaliyyətə göstərilən dəstəyə görə minnətdarlıq edib, birgə işləməyin daha səmərəli nəticələr verdiyini vurğulayıblar. Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasına yeni koordinator seçilib. Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin rəhbəri Firəngiz Bağırovaya milli musiqimizi Avropada uğurla təbliğ etdiyinə görə fəxri fərman təqdim olunub. Tədbirin bədii hissəsində Niderland Qala qrupu milli musiqilərimizi təqdim edib, soydaşlarımıza unudulmaz anlar yaşadıb.